AF Park yaşayış kompleksi çox funksiyalı, dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, modern, təkrar olunmaz bir layihədir. Artıq Xırdalanla yanaşı Astarada da bu layihə gerçəkləşməkdədir. Layihə çərçivəsində artıq Astara şəhər icra hakimiyyətinin inşa etdiyi dənizkənarı bulvara bitişi olan park kompleksi hazır vəziyyətə gətirilib və sakinlərin ixtiyarına verilib. Gördüyünüz kimi biz hazırda dənizkənarı park bulvar kompleksindəyik və yenicə açılan bu kompleksdə artıq insanlar öz istirahətlərini səmərəli şəkildə qeyd edirlər və fondan da görürsünüz ki, çoxlu insanlar həm ailəvi istirahət etməyə gələnlər, kimisi qonaq gəliblər, kimisi öz ailəsini istirahətə çıxardır, kimisi dostları ilə gəlir. Fərq etməz, əsas odur ki, məhz bu dənizkənarı park bulvar kompleksində insanlar öz vaxtlarını, öz asla vaxtlarını səmərəli istifadə edirlər. Parka təşrif buyuran sakinlər burada rahat istirahət etmək və asla vaxtlarını səmərəli keçirmək imkanı qazanırlar. Bayaqdan görürsünüz, maşallah, digər rəfiqələrinizlə birgə burada istirahət edirsiniz. Necə keçir istirahətiniz? Çox yaxşı keçir, rahatdır. Çox gözəl gəzməli yerlər. Uşaqlar üçün park gəzməyə, nə bilim, nə deyimizsə, hala. Yəni maraqlıdır. Mən hər gün səhər tezdən gəlirəm bura, namaz qılandan sonra gəlirəm bura 3-4 dəfə, yəni 3 kilo, 4 kilometr axşam saatdan gündə 10 kilometrə qədər, 8 kilometrə qədər mən piyada burada hərəkət edirəm. Bir sakin olaraq, bir vətəndaş olaraq, bir astaralı olaraq fəxr edirəm ki, mənim məmləkətimdə belə bir park salınıb. Dənizin təmizliyi, havası, biz yaşlı insanların burada gəzişməsinə çox böyük fayda verir. Parkda uşaqların əyləncəsi üçün də şərait yaradılıb. Belə ki, parka ailəvi istirahətə gələnlər öz övladlarının gözəl vaxt keçirməsinin də şahidi ola biləcəklər. Dənizkənarı park bulvar kompleksində uşaqlar üçün də çox gözəl bir imkan var. Belə ki, məhz bu parka gələn uşaqlar burada yaradılan şəraitdən maksimal dərəcədə istifadə etmə imkanı qazanırlar. AF Park Astara layihəsi möhtəşəmliklə seçilən layihədir. Astara şəhəri Gənclər küçəsindəki 20 hektar ərazidə inşası nəzərdə tutulan AF Park Astarada süni şəlalələr, Limulənd açıq və qapalı uşaq əyləncə mərkəzi, açıq fitness meydançası, kafe çay evi, zirvə uşaq idman akademiyası, uşaq əyləncə atraksiyonları, Astara Towers, 5 ulduzlu Tuada oteli, hovuz və spa mərkəzi, çimərlik kompleksi, ağır atletika, boks və taekvondo mərkəzləri, villalar, 4 və 5 mərtəbəli binalar nəzərdə tutulub. Dənizkənarı park bulvar kompleksi ilə üzbəüz gördüyünüz kimi villalarda tikilməkdədir. Həmin villalardan artıq 4-ü hazır vəziyyətə gətirilib, digərlərində isə təmir-tikinti işləri davam etdirilir. Burada Zirvə Beynəlxalq İdman Klubunun filiallar arasında bu ilin avqust ayında ağır atletika üzrə 9-cu Dünya Kuboku keçiriləcək. Klubun filiallarının olduğu 12 dövlətdən gələn yüzlərlə ağır atlet məhz AF Park Astarada inşa edilən xüsusi villalarda yerləşdiriləcəklər. Hər ölkə üçün ayrıca villanın ayrılması burada sanki yeni bir Olimpiya kəndinin qurulması fikrini ehtiva edir. Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 11-də Astaraya səfəri zamanı AF Park Astara layihəsi ilə tanış olmuşdu. Ölkə başçısı layihədən razılığını dilə gətirərək görülən və görüləcək işlərdən məmnunluğunu bildirib, tapşırıq və tövsiyələrini vermişdi.